Ayıbdır. Özünüzə hörmət eləyin, kişi. Özünüzə hörmət eləyin. Deyir, çatdır da, nə olacaq, nə problemdir. Siz danışsınız, canıvazlar olacaq, nə olacaq? Cəmaət təzadı ilə telefon sırıyırsınız. Mən artıq əsəbimdən partlayırdım bunları öyrənəndən sonra. Sən bu zibili bu telefonu təzadı ilə satırsan. Sən deyirsən bu təzədir, bu qutusundan açılmayıb, ay axmaq. Verdim telefonu, böyrünə başına baxdı. Gördü qırağında çat var. Necə bunun cızığı ola bilər? Necə bu bir il öncə açıla bilər? Sənin başın xarabdır. Satıcının dediyi heç nəyə inanmayın. Satıcının səmimiyyətinə qətiyyən inanmayın. Başa düşün, satıcı nə deyir? Hamısı yalan, hamısı özünə işləyir. İnsanların halal pulunu harama çevirirsiniz. Ayıbdır, əxlaqınız olsun. Mən kanalıma hər Allahın günü video yükləyirəm. Elə olur günə 2 dənə video yükləyirəm. İndi mənim kanalıma baxsaz, görəcəksiniz ki, son 3 gündür mən kanalıma heç bir şəkildə video yükləmirəm. Çünki bu 3 gün ərzində mənim nə enerjim qaldı, mənim nə həvəsim qaldı. Mən bütün əsəb stres içindəyəm bu son 3 gündür. 19 oktyabr mənim ad günüm idi. Mənim 24 yaşım tamam oldu. Bacım da ad günümlə bağlı mənə pul verdi ki, bəs sən videolar çəkirsən, sənin kameran yaxşı olmalıdır. Dedi, sənin istədiyin bir şey varmı? Yəni nə istəyirsən? Məndə bir iPhone modeli var. Dedim, bunu almaq istəyirəm. Bunun kamerası yaxşıdır, həm də mənim işimə də tam uyğundur. Yaxşı dedi, mənə pulu çıxartdı, verdi. Sağ olsun. Buradan da təşəkkür edirəm. Apple-ın rəsmi bir mağazası var. Əslində tam rəsmi deyil, yəni aralarında heç bir müqavilə falan yoxdur. Sadəcə mən onlardan indiyə qədər 2 dənə iPhone almışam. Hər ikisində də razı qalmışam. Yəni heç bir problem olmayıb. Bunlar həmin telefonu verirdilər 2500 manata. Tamam dedim, bu qalsın. Yəni bu zaten buradan alaram. Yəni bu qalsın cibdə. Gedim araşdırım da biraz. Görüm bəlkə bundan daha münasib qiymətə bəlkə tapa bildim. Nəysə, Tapazda, Lalafoda başladım həmin o istədiyim iPhone modelini axtarmağa. Və gördüm ki, yəni qiymətlərdə uçurum bir fərq var da. Həmin rəsmi dediyim mağaza bunu 2500 manata satır. Hələ 256 yaddaş olanı 2500 manata. Bu tapdığım mağazalar isə satır bunu hardasa 2100 manata, 2300 manata. Belə deyim də, həm 256-lıq da deyil, həm də bunların satdığı, yəni 512 GB yaddaşı məsələn satır adam 2200 manata. Neresi var 1 terabaytını düşünə bilirsiniz, 1 terabaytını satır 2300 manata. Nəysə mən bu elanlara baxdım, yəni çox xoşuma gəldi. Dedim nə yaxşı, yəni qabağa düşərəm da, qalan pulu da verərəm bacıma da, yaxşı olar. Yəni nə var ki, biri var 2500 verim, biri var 2200 verim, 2100 manat verim. Tam bu ağılda oldum, yəni xamlıq elədim, bilmədim. Nəysə pulu götürdüm. Getdim həmin mağazaya, yaxınlaşdım, ətraflı danışdım. Dedim, qardaş, bax, bu telefonda problem olmayacaq ki, yəni bu telefon qutudan çıxmayıb ki, mən dedim, ikinci əl istəmirəm, birinci əl olmalıdır, ilk mən istifadə eləməliyəm. Oğlana mən tam olaraq bunu dedim. O da, qardaş, narahat olma, işi problem yoxdur, belə qəşəng bir könül rahatlığı ilə bunu mənə dedi. Dedim, yaxşı, get gətir telefonu. 512 yaddaşı mən onlardan aldım. 2100 manata. Qutuda gətirdi, qoydu qabağıma. Özüm açdım, yəni baxdım tərtəmiz də, yəni heç bir problem yoxdur. Yəni yeni telefon almısan da, heç bir qüsur şey yoxdur. Tərtəmiz. Telefonu qutuda qoydum, atdım sumkama, pulunu verdim, halallaşdıq, çıxdım, getdim. Telefona təbii ki, yəni iPhone almışıq. Ucuz telefon deyil, 2100 manat vermişik. Antudarla kabro taxdırmalıydım. Böyük bir mağaza var. Hər zaman mən onlardan alıram, yəni keyfiyyətlərinə bələdəm. Dedim heç nə, gedim ora, bir antudar taxdırım, bir də kabro alım. Bir də müəyyən aksesuarlar varsa, məsələn tripod olsun, müəyyən şeylər video çəkmək üçün, yəni onları götürüm özümə. Qardaş, getdim mağazaya, 20 manatlıq bir antudar. Telefonu qutudan çıxartdım. Qardaş dedi, bəs təzə almışsınız? Dedim, bəli, təzə almışam. Hə, dedi, sağlıqla. Verdim telefonu, böyrünə başına baxdı. Gördü qırağında çat var, kamerasında. Kamerasında çat var. Başa düşürsünüz bu nə deməkdir? Mənim başımdan qaynar qazan töküldü, su töküldü başımdan elə bil ki. Bütün başım, beynim xarab oldu. Dedim, necə yəni? Mən bunu indi almışam, bu telefon qutudan təzə çıxıb. Hələ onu da keçdim. Telefonun orasına, burasına baxdı, korpusuna falan. Gördü, burada cızıqlar var. Oyda, ay qardaş, nə danışırsan? Mən bu telefonu indi almışam, Və mən bilirəm ki, bu mağazada rəsmi deyil. Orada məni incidəcəklər. Mən başıma bilmirəm orada nə gələcək. Nəsə, təlaş içində aldım telefonu. Özümdə də biraz təzyiq problem var. Təzyiqim də təmiz qalxdı, vurdu başıma da. Götürdüm telefonu, getdim yaxınlaşdım mağazaya. Dedim, qardaş, bunun ekranında çat var. O da belə şaşırdı, təəccübləndi. Heç nəyə təəccübləndi bilmirəm. Apardıq, mikroskopun altına saldıq. Baxdılar, elədilər. Yox, dedi, heç nə yoxdur, heç bir problemi yoxdur. Orada da çox iyrənc bir ortam var idi. Yəni söz deyirəm, deyir, çatdır da, nə olacaq, nə problemdir. Siz danışsınız, canıvazlar olacaq, nə olacaq? 2100 manata gedib telefon almışıq. Necə yəni ekranda çat var, qırağında başına çat var, heç nə yoxdur. Sizin başınız xarabdır. Cəmaət təzadı ilə telefon sırıyırsınız. Uzun belə davadan, uzun bir belə gərgin söhbətdən sonra bir şəkildə mən bu telefonu dəyişdirə bildim.
və axmaq kimi yenə eyni mağazadan aldım. Mənə bu dəfə 1 terabaytını gətirdilər. Deyirlər qardaş 400 manat da ver, yəni ümumi 2500 manat. 400 manat da ver, bu telefonu apar get. Apar çıx get. Deyir biz səni bir də görmək istəmirik. Nəysə 1 terabayt modelini aldım. Telefona baxdım. Yenə qutusunda hər şey əla, gözəl, yaxşı. Dedim tamam da yəni milyonda bir problemdir. Mənə düşdü. Okey da dedim qəbulumdur da, eybi yox. Da mənim başıma gəldi bu hadisə. Olar, eybi yox. Qardaş, başa dönüm səni. Yenə eyni mağazaya qayıtdım. Telefonu qoydum. Qaqaş telefona baxanda qaqaşa yalvardım ki, baxma da bu telefona. Yenə bir şey olacaq. Mən uca dura bilmirəm də. Mən uca ölürəm, partlayıram da. Ay qardaş, yenə baxdı, yenə cızıq var telefonda və bir neçə dənə cızıq var. Başa düşürsüz bu nə deməkdir? Yəni götürürlər telefonu, qabını, hamısını internetdən alırlar. Telefonun içini tamamilə dəyişdirirlər. Bateriyası olsun, ekranı olsun, yəni nəyə lazımdırsa dəyişdirirlər və yeni adı ilə insanlara sırıyırlar. Başa düşürsüz? Tam olaraq da mənim başıma bu hadisə gəldi. iPhone-larda belə bir şey var dostlar. SIM kart yerini çıxardırsınız və oradan üfürürsüz. Üfürəndə oradan hava çıxmamalıdır. Mən bu telefonu üfürəndə əlimi mikrofon tərəfə tutanda, yəni telefonun aşağı hissəsini tutanda gördüm oradan hava çıxır. Yəni bu o deməkdir ki, bu telefon açılıb, yeni deyil. Siz düşünə bilirsiniz, bu telefonun çərçivəsi dünyanın ən güclü elementlərindən biri olan titaniumdan bu hazırlanıb. Yəni bu kartonun içində bu necə cızıla bilər? Bu mümkündürmü? Əlbəttə mümkün deyil. Hani bunun adı əxlaqsızlıqdır, bunun adı nəmiş dələduzluqdur. Yəni adını nə qoyursunuz qoyun. Nəysə bu telefonla yenə bir neçə gün keçirdim. Bu telefonda çoxlu sayda problemlər aşkar elədim. Yəni mən bu telefonu həmin o cızıq olan kimi qaytarmadım. Utandığımdan qaytarmadım. And olsun Allah. Çünki o qədər orada belə həyasız, belə o qədər elə sırtıq insanlar var idi ki, yəni onların üz-göz olmaq istəmədim. Dedim cəhənnəm Azər 2500 verib 1 terabaytını almısan da. Ayıbı yoxdur, bir şəkildə işlət keçsin. Heç nə olmaz. Oğlana da zəng vurdum. Dedim qardaş bu telefon belədir. O da başının alan düşdü ki, yox da qardaş bu qutusundan çıxıb. Bu neçə problemi yoxdur. Təzə telefondur da belə yalandan danışır. Gözünün içinə qədər yalan danışır. Mənim aldığım modeldə default olaraq, yəni susmaya görə telefon iOS 17 ilə bir yerdə gəlir. Yəni iOS 17 olmalıdır. Mən bu telefonu aldım, gördüm iOS 18-ci versiyadır. Yəni başqası bunu daha öncə alıb, aktivləşdirib və yeni versiyayı yükləyib. Ən dəhşətlisi də bilirsiniz nədir? O Apple-da belə bir şey var. Girirsiniz serial nömrəsi var. Bu serial nömrəsini kopyalayırsınız, girirsiniz Apple Coverage saytına. Apple Coverage saytında yapışdırandan sonra sizə bu telefonu nə zaman aktivləşdirildiyini göstərir. Yəni bu telefon hansı tarixdə, hansı ildə açılıb. Yəni günbəgün göstərir sizə. Qardaş mən bu telefonu almışam, sayta girdim. Gördüm bu telefon 1 il öncə aktivləşdirilib. 1 il öncə. Və bunun rəsmi olaraq zəmanəti də bitib. Başqası da bu telefonu işlədir. Bəlkə də bu telefonun başına nələr gəlib. Düşünə bilirsiniz? Telefonun bu hissəsində M yazılmalıdır siz alanda. Heç bir dəyişiklik görməmiş iPhone-larından bu hissədə başlıqda M yazılmalıdır. Hərçənd ki, məndə də M yazılırdı. Amma dostlar, bu sizi qətiyyən aldatmasın. Yəni bu hansı halda keçərlidir? Mən Apple-ımı rəsmi olaraq bir iPhone servisinə göndərsəm və bu telefon içi açılsa, bu M-dən dəyişəcək başqa bir şeyə. Yəni bunların hər birinin fərqli mənaları var. Yəni sizə onu deyim ki, M deyilsə problemlidir. Gedin internetdə araşdırın. Ya içi dəyişilib, ya yenilənib, ya içi açılıb, ya bateriyası. Yəni mütləq şəkildə bir problem var. O mütləq şəkildə M olmalıdır. Amma bu tam garantiya deyil. Onlar zaten bunu gedib Apple dükanına göstərmirlər. Apple servisinə vermirlər. Gedirlər əlaltı bir yerdə, içini açırlar, düzəldirlər. O M də zaten olduğu kimi qalır, dəyişmir ki. O M hansı halda dəyişir? Sən bunu gedib rəsmi Apple servisinə aparanda. Başa düşürsüz? Yəni onu nədən insanlara da səslənirəm, bunu nədən ustalara. Hamınız əxlaqsızsınız. Haram yollarla pul qazanırsınız. Utanmırsınız. Öz boğazınızdan, ailənizin boğazından keçirirsiniz. Siz bilmirsiniz güya ki, bunlar bu telefonu yığırsınız, eləyirsiniz. Bilmirsiniz bu satıcılar bunu təzad ilə insanlara satır, təzad ilə insanlara sırıyır. Utanmırsınız, ayıb deyil, siz də bu işdə şəriksiniz. Başa düşürsünüz? Ayıb deyil. Özünüzə hörmət eləyin, kişi. Özünüzə hörmət eləyin. Mən artıq əsəbimdən partlayırdım bunları öyrənəndən sonra. Mağazaya yazdım, ağzıma gələni dedim. Həmin gün axşamı da getdim ora. Qardaş, orada bir dənə satıcı var. Deyir haralsan? Deyirəm Ağstafalı. Deyir harasından? Deyirəm mən Xılxınadam. Deyir mən də Poldanam. Dedim mən satıcının səmiyyətinə inanmıram. Dedim lap yaxşı da sən mənim yerimsən də gör yerin başına oyun açırlar. Gəlir orada mən axmaq danışır. Mən də telefon almışam. Şarjı belədir. Bax, məsələn mənə şeyi göstərir. Məsələn telefon neçə dəfə şarj olunub? Deyir 32 dəfə. Mən də bunu almışam. Axmağa, geri zəkalı. Sən bu zibili bu telefonu təzad ilə satırsan. Sən deyirsən bu təzədir, bu qutusundan açılmayıb. Ay axmaq. Necə bunun cızığı ola bilər? Necə bu 1 il öncə açıla bilər? Sənin başın xarabdır.
Böyle gic, yəni ortam o qədər səviyyəsizdir, o qədər səviyyəsiz insanlar ola yığılıb ki, yəni sürekli bir lağlaq eləyirlər. Yəni bu cızıq falan bunlar üçün önəmli deyil. Yəni olar ki, cızıq var da, nə problemdir? Abi yəni o qədər mənim bu 3 gündə, yəni nələr yaşadığımı bir Allah bilir, bir də mən bilirəm. Hamd olsun Allaha. Dostlar, yeni telefon alanda baxın, aldanmamağınız üçün rəsmi mağaza ilə o mağaza arasında qiymət fərqinə baxın. Əgər o qiymət fərqi çox uçurum olarsa, yəni bir əməlli başlı 300-400 manatlıq bir fərq olarsa, almayın, alladırlar. Alırlar, götürürlər qutusunu, telefonu, nə bilim çərçivəsini dəyişir, ekranı dəyişir, baterkasını dəyişir, sırıyır sizə gedirsiniz, siz də heç hiss eləmirsiniz. Bunu bilməyin baxın, yeganə bir yolu var. Baxın, heç nə yox, sadəcə bax bunun bir yolu var. Yəni telefon alanda, iPhone modelləri, o biri modelləri bilmirəm. Baxın, iPhone alanda nə edirsiniz? İlk qaydada nə edirsiniz? Baxın, eləyəcəyiniz bir dənə şey var. Heç böyrünə, telefonun böyrünə, başına baxmağa da heç ehtiyac yoxdur. Bir dənə bilsiz nə eləməlisiniz? Telefonu açdınız, serial nömrəsini götürürsünüz, Apple Cover saytına girirsiniz və yapışdırırsınız. Orada siz bilsiz nə görməlisiniz? Bu telefonu ilk açan siz olmalısınız. Tutaq ki, 19 oktyabrda aldım, 19 oktyabrda da bu açılmalıdır. Əgər ondan öncəki tarixlərdə açılıbsa, işlənmiş telefonu, başqasının əlinin altından keçmiş telefonu sizə sırıyırlar. Yəni bunun artıq da o biri şeyini demək istəmirəm da, bir insanlar baxır mənə. Arada əsəbimdən qışqırıram. Əgər ki, aldığınız tarixlə saytda çıxan tarix eynidirsə, heç bir problem yox. Telefonu ürək rahatlığı ilə işlədə bilərsiniz. Problem yoxdur. Yox, fərqli çıxırsa, satıcının dediyi heç nəyə inanmayın, satıcının səmimiyyətinə qətiyyən inanmayın. Köhnə modeli yığırlar, yeni adı ilə insanlara satırlar. Başa düşürsünüz? Yəni mənim başıma bu iş gəldi. Mən sonda telefonu uzun bir mübarizədən sonra, belə bir ürəyim çəkiləndən sonra bir təhər o telefonu dəyişə bildim və 300 manat ziyan elədim. Mən nəyə görə 300 manat ziyan eləməliyəm? 2500 verdim, 2200 manat pul aldım. Mənə deyirsən, mənə ziyana salmışsan, mən malı qoymuşam vitrinə. Ay, nə yalan danışırsan? Ay, yenə sən qutulayacaqsan onu. Özdə birisiz yadımdan çıxdı demək. Bunu sizə deyim. Qabın içindən zaretka çıxmırmı USB? USB-C-dən C-yə. Ay, onu belə fake qoyublar. Ay, o belə replikadır. Ay, heç Allahınız yoxdurmu, insafınız yoxdurmu? Ay, onu belə siz padarcınalıq. Ay, 60 manatdır da evin tikilsin, 60 manatdır. Al qoy qutunun içinə də. 60 manatdır. Birisiz onu hardan bildim? Mən bacım axı iPhone işlədir. Götürdüm USB-sinə baxdım. Ay, gördüm bunların verdiyi ölçüsü daha böyükdür. Dəmirin ucu daha böyükdür. Həm də ki, dəmirin ucunda harada istehsal olunduğundan bağlı lazerlə bir mətin girməlidir ola. Və burada gördüyünüz kimi orada mətin yazılmalıdır. Ha, bunların verdiyində o da yazılmır da bu insafsızların. Ay, 60 manatdır da eviniz tikilsin. 60 manatdır. Al, heç olmasa orijinalını qoy da onun içinə. Heç olmasa ay əxlaqsızlar deyin ki, bu telefonda mən düzəlişlər eləmişəm falan. Yəni yeni adı ilə niyə satırsan, insanların gözü qabağında qutudan çıxardırsan. Ana var, mən araşdırdım, gördüm, o qutudan eləməyə nə var ki? Uşaq oyuncağı onu qutudan hazırlamaq 2-3 manatdır. Qırağını bağlayırlar, sənin yanında da belə açırlar, elə bilirsən təzədir. Belə adamları alladırlar. Ona görə siz allanmayın, diqqətli olun. Kanala artıq bundan sonra video işləməyə davam eləyəcəm. Bildiyiniz ki, mənim kanalım hekayə kanalıdır. Mən bu kanalda hekayələr paylaşıram. Ona görə dedim ki, bu tərzdə bir video çəkib paylaşsam, kanalımla hansısa bir ziddiyyət təşkil etməz. Çünki mən zaten hekayə kanalıyam. Pis və ya yaxşı hadisələri burada paylaşıram. Mənim də başıma belə pis bir hadisə gəldi. Dedim paylaşım, sizinlə bölüşüm. Diqqətli olun dostlar, diqqətli olun. Sizi aldatmasınlar. Mənim günümə düşməyin. Yalandan boş yerə başınız ağrımasın. Sağ olun. Salamat qalın.